Salam hörmətli abituriyentlər. Bugünkü video izahımız Azərbaycan-Rusiya tərəfindən işğalı, 1-ci Rusiya-Qacar və 2-ci Rusiya-Qacar müharibəsidir. Əvvəlcə Rusiyanın Azərbaycan torpaqlarını işğal etməsi prosesi haqqında danışsaq, qeyd etməliyik ki, 19-cu əsrin əvvəllərində Rusiya xarici siyasətdə əsas istiqamət olaraq Cənubi Qafqazı işğal etməyi ön plana qoymuşdu və Azərbaycanın daxili baxımdan parçalanmış vəziyyətdə olması, xanlıqlar dönəmində mərkəzləşmə siyasətinin ölkəmizdə mövcud olmaması, ölkə daxilində ara müharibələr, sosial-iqtisadi vəziyyətin ağırlaşması, həmçinin Rusiyanın yaxın şərqdə əsas rəqibi olan İngiltərə və Fransa kimi dövlətlərin Rusiyanın bu planlarına mane olmağa çalışması ki, bu dövlətlər də yaxın şərq bölgəsi ilə bağlı maraqdaydılar ki, Cənubi Qafqaz bölgəsi həmin dövlətlərin də planlarında əsas yer tuturdu. Rusiya bu siyasətində Azərbaycan torpaqlarını işğal etmək üçün irticacı xarakterə malik ermənilərdən istifadə edirdi. İrticacı sözünün mənası siyasi, mədəniyyət və tərəqqi düşməni deməkdir. Həmin ermənilərə planda yəni belə yer verilmişdi ki, ermənilər elə inanırdılar ki, Cənubi Qafqazda işğal edilmiş torpaqlarda onlara ərazilər veriləcək və həmin ərazilər hesabına ermənilər özlərinə Böyük Ermənistan adlı dövlət yaradacaqlar. Təbii ki, bu plan da onların elə inandıqları kimi xülya olaraq qalır və Rusiyanın Qafqazı işğal etməsi ilə bağlı planı bundan ibarətdir ki, Xəzər dənizini öz daxili dənizinə çevirsin və Cənubi Qafqazı əlavə gəlir mənbəyinə və xammal bazasına çevirsin. Və burada məqsədlər nə idi? Rusiya Cənubi Qafqazı işğal etməkdə birinci növbədə Osmanlı ilə apardığı müharibədə qüvvələr nisbətini öz xeyrinə dəyişmək istəyirdi. İkinci növbədə Dağlıq bölgəsində, Dağıstan bölgəsində, Şimali Qafqazda Rus dağlıları öz əsarəti altına almaq üçün Rusiya Cənubi Qafqazı işğal etmək istəyirdi. Üçüncü növbədə isə İngiltərənin şərqdə ticarətdə mühüm bir şirkəti ki var idi, Ostend şirkəti, həmin şirkətin ticarət insarına böyük zərbə vurmaq niyyəti ilə Cənubi Qafqaz bölgəsini işğal etməyə qarşısına məqsəd qoymuşdu. Təbii ki, bu prosesdə də ingilislər bekar dayanmırdılar. 1801-ci ildə İngiltərə ilə Qacarlar arasında müqavilə imzalanır və həmin müqaviləyə əsasən İngiltərə Qacarlara söz verir ki, biz sizə yeri gəldikdə hərbi maliyyə yardımları göstərəcəyik. İngilis tacirləri Qacarlar dövlətinin ərazisində özləri üçün imtiyazlar əldə etmiş olurlar. Həmçinin İngiltərə bu müqaviləni imzalamaqla Qacarlar dövləti ərazisində Qacarların daxili işlərinə qarışmağı da yəni əldə etmiş olur. Daxili işlərə müdaxilə etməyi də, hüququnu da əldə etmiş olur. 1801-ci ildə Çar 1-ci Aleksandr manifest imzalayır və Çar 1-ci Aleksandr manifestinə əsasən Şərqi Gürcüstanın daxili müstəqilliyi ləğv olunmaqla Qazax, Borçalı, Şəmşəddi, Loru və Pənbəh bölgələri qeydsiz, şərtsiz Şərqi Gürcüstanın tərkib hissəsi kimi yəni Rusiyaya ilhaq edilmiş olur. Və həmin bu bölgələrin Qazax, Borçalı, Şəmşəddi, Loru və Pənbəyin Rusiyaya ilhaq edilməsi Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əslində başlanması anlamına gəlmişdi. 1802-ci ilin dekabr ayında isə General Knorring, Rus hərbi qüvvələrinin Qafqazdakı komandanı Knorring Dağıstan hakimləri, həmçinin Quba və Lənkəran xanlıqları ilə Georgievsk adlı müqaviləni imzalayır. Bu müqavilənin şərtlərində deyir ki, Quba, Lənkəran xanlıqları, həmçinin Dağıstan hakimləri öz arzuları ilə Rusiyanın himayəsinə qəbul edilə bilərlər. Həmin xanlıqların, həmin hakimliklərin daxili müstəqilliyinə toxunulmayacaq. Həmçinin Xəzər dənizində gəmiçilik inkişaf etdiriləcəkdir. Cənubi Qafqazda ticarətin inkişafına, genişləndirilməsinə zəmanət verilir. Həmçinin tərəflər İran dövlətinə qarşı, Qacarlar dövlətinə qarşı bircə mübarizə aparmalı idilər. Burada əsas müddəa Georgievsk müqaviləsində Qacarlar dövləti təhlükəsinə qarşı bircə mübarizə aparmaqdan ibarət idi. Həmçinin Rusiya Azərbaycan xanlarını Qacarlar dövlətindən də, Osmanlı dövlətindən də müdafiə etməyi, himayə etməyi vəd eləyirdi. Lakin sonradan bu müqavilənin şərtləri yerinə getirilmədiyinə görə bu müqavilə pozulmuş olur Rusiya tərəfindən yerinə getirilmədiyinə görə və Rusiya Azərbaycan torpaqlarının işğalı prosesində General Sisyanov ilk növbədə Çar Balakən bölgəsini, xəritədə göstərək Çar Balakən bölgəsi 26 nömrəli ərazini qarşısına məqsəd qoyur ki, həmin bölgə ilk növbədə Rusiyaya tabe edilməlidir. Nəyə görə Çar Balakən? Bunun da təbii ki, iki səbəbi vardı. Çünki Çar Balakən Azərbaycan üçün əlverişli strateji coğrafi mövqedə yerləşirdi. Həm də Azərbaycanın içərilərinə doğru irəliləməkdə əsas maneə idi, mühüm strateji nöqtə idi və Şimali Qafqazda əgər Çar Balakən bölgəsi Rusiya tərəfindən işğal edilsəydi, Şimali Qafqazda dağlıq xalqları ilə mübarizədə Cənubun əlaqəsi kəsiləcəkdi. Yəni
yəni Çar Balakəndən, Azərbaycan ərazisindən dağlılara göndərilən köməyin keçiş istiqaməti Çar Balakən idi. Əgər Çar Balakən işğal edilsəydi, Dağıstan bölgəsinə göndərilmiş kömək kəsilmiş olacaqdı və 1803-cü ilin mart ayında Qanıq Alazan çay sahilində baş vermiş döyüşdə Ruslar Çar qüvvələrini məğlubiyyətə uğradırlar. Hətta burada Rus generallarından biri olan Qulyakov Balakən bölgəsini ümumilikdə yandırır. 1803-cü ilin 12 aprel tarixində isə Rusiya tərəfindən General Sisyanov Tiflisdə Çardan gəlmiş nümayəndələrlə antlı öhdəlik müqaviləsini imzalayır. Antlı öhdəlik adlı sənəd Çar Balakənin Rusiya himayəsinə qəbul edilməsi haqqında bir sənəd idi və burada Çar Balakənin daxili müstəqilliyi saxlanılmaqla Rusiya himayəsinə qəbul edilirdi. Çar hər zaman, hər il ipəklə Çar xəzinəsinə xərac ödəməli idi. Sədaqət əlaməti olaraq Çarlılar hər il Çara, Ruslara girovlar verməli idilər və Rus qoşunları, Rus qarnizonu Çar bölgəsində yerləşdirilməli idi. İkinci növbədə Çar Balakən bölgəsi işğal olunduqdan sonra Gəncə xanlığının işğalı Azərbaycan bölgəsinin içərilərinə doğru, cənuba doğru, Rusların ölkənin içərilərinə doğru irəliləməsində əsas açar rolu oynayırdı. 1803-cü ilin noyabrında Gəncə xanı Cavad xanla Ruslar arasında Quruqoba adlı ərazidə baş vermiş döyüşdə Gəncə xanı Cavad xan nə qədər Ruslara müqavimət göstərsə də bir qədər sonra geri çəkilmək məcburiyyətində qalır. Bu hadisədən sonra 1803-cü ilin dekabrında Ruslar Gəncəni mühasirəyə alırlar. 1804-cü ilin yanvar ayının 3-dən 4-ünə keçən gecə isə Gəncə xanlığı işğal edilir və ləğv edilir. Biz əvvəlki dərsimizdə də qeyd etmişdik ki, bəzi xanlıqlar ki var, Gəncə, Bakı, Dərbənd kimi xanlıqlar işğal olunan kimi ləğv edilmələrinin səbəbi Rusiya silahlı mübarizə, silahlı müqavimət göstərmələridir. Gəncə xanlığı işğal edildikdən sonra xanlıq ləğv edilir. Xanlığın adı adlandırılır Yelizavetpol. Xanlıq əyalətə yox, dairəyə çevrilir və dairənin başında Rus generalı olan komendant dayanırdı. Gəncə xanlığının işğalının Qacarlar üçün və Ruslar üçün ayrı nəticələri var. Qacarlar üçün nəticə budur ki, Şimali Azərbaycanda Qacarlar özləri üçün ən mühüm dayaq nöqtələrindən birini itirmiş olurlar. Ruslar üçün nəticəsi budur ki, Gəncə artıq Rusların Şimali Azərbaycanda cəmləşmə yeri olur. Yəni hərbi bazaya çevrilir. Gəncə xanlığının işğalından dərhal sonra 1804-cü ilin mart ayında İlisu Sultanlığı da Ruslar tərəfindən işğal edilir və sultanlıq faktiki olaraq Rusiyaya tabe edilir. Və 1-ci Rusiya-Qacarlar müharibəsinin başlanması da elə məhz bu ərəfədə baş vermiş hadisələrdəndir. Bu zaman baş verir. 1804-cü ildən 13-cü ilə qədər davam etmiş 1-ci Rus-Qacar müharibəsində əvvəlcə Babaxan, yəni Fətəli Şah Rusiyaya müraciət eləyir ki, Şimali Azərbaycandan öz qoşunlarınızı geri çəkin, lakin rədd cavabı alır. Belə olan halda iki dövlət arasında, Rusiya və Qacarlar arasında diplomatik münasibətlər kəsilir, danışıqlar dayanır və 1804-cü ilin iyul ayında hər iki dövlət arasında müharibə başlayır. Müharibənin ilk zamanlarında Qacarlar tərəfdə ordu komandanı Abbas Mirzədir, Rusiya tərəfdə ilk ordu komandanı isə Sisyanovdur və birinci növbədə Ruslar İrəvan xanlığını mühasirəyə alırlar. 1804-cü ildə İrəvan xanlığının mühasirəsi zamanı burada iki döyüş baş verir. Üçkilsə və Qəmərli döyüşləri. Üçkilsə döyüşündə də, Qəmərli döyüşündə də Qacarlar qələbə qazanır və Ruslar məğlub olurlar. İrəvan xanlığının mühasirəsi zamanı baş vermiş bu döyüşlərdə Rusların məğlub olması zamanı İrəvan xanı Məhəmməd Hüseyn xan Rus qoşunlarına qarşı ciddi mübarizə aparır. Məhəmməd Hüseyn xan əslində niyə mübarizə aparır? Qalanın yaxşı müdafiə olunması, İrəvan qalasının yaxşı müdafiə olunması arxeyin olur və Rus qoşunlarının ərzaq, silah, sursat ehtiyatının tükənəcəyini güman eləyir. Buna görə də mühasirədən əl çəkmir. Ruslar üçün mühasirə uğursuz olur və İrəvanı ələ keçirə bilmirlər Ruslar. Və 1805-ci ildə Qarabağ və Şəki xanlıqları, Qarabağdan İbrahim Xəlil, Şəkidən isə Səlim xan may ayının 14-də və 21-də 1805-ci ildə Kürəkçay müqaviləsini imzalayırlar. 11 maddədən və bir girişdən ibarət olan, giriş və 11 maddədən ibarət olan Kürəkçay müqaviləsinin tərkibində belə deyilirdi. Demək, Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edilir. Xanın hakimiyyəti bütün zamanlar üçün
Çar tərəfindən təsdiq edilir. Xanlıq daxili müstəqilliyini itirir, daxili müstəqilliyini saxlayır, xarici müstəqilliyini itirir. Hər il Çar xəzinəsinə Qarabağ xanı 8000 çervon xərac ödəməyi öz öhdəsinə götürür. Xanın varisləri, bütün xanlığın əhalisi Rusiyanın himayəsinə təbəəliyinə qəbul edilir və Rus qarnizonlarının Şuşa ərazisində saxlanılması da müqavilənin əsas müddəalarından biri kimi qeyd olunurdu. 1805-ci ildə 1-ci Rus-Qacar müharibəsinin gedişində baş vermiş Şahbulaq və Zəyəm döyüşləri də 1805-ci ildə 1-ci Rusiya-Qacar müharibəsinə aid edilir. Şahbulaq döyüşü Rusların məğlubiyyəti ilə nəticələnsə də 1805-ci ildə baş vermiş Zəyəm döyüşündə Abbas Mirzə yaralanaraq geri çəkilmək haqqında əmr verir və Ruslar bu döyüşdə ilk qələbələrini, yəni 1-ci Rusiya-Qacarlar müharibəsi dövründə Ruslar ilk qələbələrini əldə edirlər Zəyəm adlı döyüşdə. Şamaxılı Mustafa xan isə bir qədər gülünc hərəkətlər sərgiləyir. Neyniyir? Rusiya tələbləri irəli sürür kişi. Tələbləri nədən ibarətdir? Rusiya illik xərac ödəməyəcəkdir, özünə maaş veriləcəkdir, qonşu xanlar üzərində də hakimiyyəti tanınacaqdır, hətta daxili müstəqillik barədə Rusiya ona təminat verəcəkdir. Şamaxılı Mustafa xanın bu tələblərindən sonra Sisyanov Şamaxı xanlığı üzərinə hücum eləyir. Mustafa xan Fit dağı ətrafında mühasirəyə çəkilsə də başa düşür ki, Ruslara qarşı mübarizə apara bilməyəcək. Nəticə nə olur bəs? Nəticə ondan ibarət olur ki, 1805-ci ilin dekabrında Kürəkçay müqaviləsinə Kürəkçay müqaviləsini yox, Kürəkçay müqaviləsinə bənzər bir müqavilə imzalamaqla Rusiyanın himayəsini Şamaxı xanlığı da qəbul edərək daxili müstəqilliyi saxlayır. 1806-cı ildə Bakı xanı Hüseynqulu xana göndərilmiş tabiçilik layihəsi, müqavilə layihəsini Hüseynqulu xan gördükdən sonra Sisyanova müraciət eləyir ki, biz qalanın hasarlarını özümüz sizə təhvil vermək istəyirik və Sisyanov Bakıya gəlir. Bu zaman Hüseynqulu xanın əmisi oğlu demək İbrahim bəy Sisyanov'u öldürür və başsız qalmış Rus qoşunları şimala doğru çəkilirlər. Sisyanov'un öldürülməsindən sonra Qafqaza yeni ordu komandanları göndərilir və Qafqaza yeni göndərilmiş Rus qüvvələri, yeni göndərilmiş ordu komandanı, hansı ki bu ordu komandanı Qudovits idi. 1806-cı ilin iyununda Dərbəndi tuturlar, 1806-cı ildə sentyabrında Bakını tuturlar və 1806-cı il oktyabr ayının sonlarında Quba xanlığını tuturlar. Bakı, Dərbənd və Quba işğal olunur. 1806-cı ildə Dərbənd və Bakı işğal olunan kimi isə xanlıq ərazilərində birbaşa komendant idarə quruluşu yaradılır, daxili müstəqillik ləğv edilir. Qubada isə məsələ nisbətən fərqli olur. Ruslar nə edirlər? Quba silahlı müqavimət göstərmir ilk vaxtlar. Buna görə də Ruslar Quba xanlığını işğal edəndən sonra Qubada əyalət şurası yaradırlar 1806-cı ildə. Həmin əyalət şurası ta 1810-cu ilə qədər mövcud olur. Biz birazdan Qubada baş vermiş üsyan və həmin o əyalət şurasının ləğv edilib komendant idarə quruluşunun yaradılması haqqında məsələyə qayıdacağıq. 1806-cı ilin iyununda isə Xankəndidə öz mülkündə yaşayan, ailəsi ilə birlikdə yaşayan İbrahim Xəlil xan qəflətən Mayor Lisanevits tərəfindən öldürülür və Lisanevits tərəfindən İbrahim Xəlil xanın öldürülməsi Şəkili Səlim xanı qəzəbləndirir. Şəkili Səlim xan İbrahim Xəlil xanın kürəkənidir, yəni qızının həyat yoldaşıdır. Şəkili Səlim xan İbrahim Xəlil xanın vasitəçiliyi ilə Kürəkçay müqaviləsini imzalamışdı may ayının 21-i 1805-ci ildə. Şəkili Səlim xan Rus qoşunlarını Şəkidən qovur, üsyana başlayır və 1806-cı ilin oktyabrın sonunda Ruslar yenidən Şəkiyə qüvvə yeridərək Şəkini işğal edirlər. Şəkidə müvəqqəti idarə quruluşu yaradırlar. Ta ki Şəki xanlığı 1819-cu ildə Ruslar tərəfindən daxili müstəqilliyi ləğv edilib, xanlıq idarə quruluşu ləğv olunana qədər bu müvəqqəti idarə Rus meyilli bəylərdən ibarət müvəqqəti idarə mövcud olur. 1808-ci ildə Ruslar ikinci dəfə İrəvan xanlığına hücum edirlər, lakin uğursuz olurlar, amma Naxçıvanı tuta bilirlər. 1809-cu ildə isə Naxçıvan və İrəvanın mühasirəsindən əl çəkən Ruslar Naxçıvan yaxınlığında Qarababa döyüşündə məğlub olurlar. Naxçıvan yaxınlığında baş vermiş Qarababa döyüşündəki məğlubiyyət, Qacarların qələbə qazanması Rus çarını qəzəbləndirir və Rus çarı Qudovitsi, Qafqaz ordu komandanını vəzifəsindən azad edir. Deyir ki, Qudovits elə bil çox məğlubiyyətlərə uğrayır, Qafqazdakı orduları idarə edə bilmir. Ona görə də Qudovitsin yerinə Aleksandr Tormasov adlı şəxs
Rus qoşunlarının Qafqazdakı komandanı olaraq təyin edilir. 1810-cu ildə Qubalı Şeyx Əli xan Quba ərazisində üsyana qalxır əyalət şurasına qarşı. 1810-cu ildə Ruslarla Cilcilçay döyüşündə vuruşan Qubalı Şeyx Əli xan hər nə qədər qələbə qazansa da, Rus qoşunları 1810-cu ildə Qubada demək, oktyabrda üsyanı yatırırlar. 1810-cu ildə Qubada əyalət şurası da ləğv olunur. Əyalət şurasının yerində komendant idarə quruluşu yaradılmış olur. Və 1812-ci ildə baş vermiş Sultanbud döyüşündə isə Rus qoşunları yenə də məğlub olurlar. Bu döyüş o qədər əhəmiyyətli bir döyüş olur ki, Qacar orduları ruh yüksəkliyinə qapılır ki, artıq müharibənin həlledici mərhələsi yaxınlaşır və biz qələbə qazanırıq. Lakin 1812-ci ildə baş vermiş Aslandüz adlı döyüşdə Rus qoşunlarının qələbə qazanması müharibənin bir növü taleyini həll etmiş olur. Aslandüz döyüşündən sonra Ruslar 21 dekabr tarixində Lənkəran xanlığını mühasirəyə alırlar. Aslandüz və Lənkəran döyüşlərində Rusların əldə etdiyi qələbə müharibənin taleyini həll edir və 1812-ci ilin dekabr ayının 31-dən yanvar ayının 1-nə keçən gecə 1812-ci il 31 dekabr, 1813-cü il 1 yanvar tarixlərində Lənkəran xanlığı işğal edilir. Lənkəranda mübarizəyə və mühasirəyə başçılıq edən Sadıq xan qəhrəmancasına həlak olur və Aslandüz Lənkəran qələbələrindən sonra məğlubiyyəti qəbullanan Qacarlar məcbur olurlar ki, 1813-cü il 12 oktyabr tarixində Gülüstan sülh müqaviləsini imzalasınlar. Gülüstan sülh müqaviləsinin tərkibi preambuladan, girişdən, 11 maddədən və separat aktdan ibarətdir. Separat akt nədir? Bu müqavilənin şərtlərinə, bu müqaviləni imzalayanlar kimdir? Qacarlar dövləti və Ruslar. Qacarlar və Ruslar, yəni İran və Ruslar, sonradan Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılması haqqında razılıq əldə edərlərsə, sonradan fikir dəyişib hər hansı bir maddəni dəyişmək istəyərlərsə, separat aktdan istifadə eləyərək bunu edə bilərlər. Yəni, separat akt müqavilənin şərtlərinə sonradan yenidən baxılmasına hüquq verən bir maddədir. Və Gülüstan müqaviləsinin şərtləri nə idi? Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla bütün şimal xanlıqları, Şərqi Gürcüstan, Dağıstan Rusiyaya verilirdi. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ Rusiyaya məxsus idi. Rus tacirləri Qacarlar dövləti ərazisində gömrük rüsumlarından azad edilirdilər. Həm Qacarlar Rusiyada, həm də Ruslar Qacarlar dövləti ərazisində diplomatik korpuslar yaratmağı hüququna malik idilər. Naxçıvan və İrəvan xanlıqları Gülüstan müqaviləsinə əsasən Qacarlar dövlətinin tərkibində qalmış olur. Ta bu məsələ 1813-cü ildən 1828 Türkmənçay müqaviləsi imzalanana qədər Naxçıvan və İrəvan xanlıqları Qacarlar dövlətinin tərkib hissəsi olaraq sayılmışdı. Müqaviləni İran tərəfdən Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə Ritişev adlı şəxs imzalamışdı. Təbii ki, bu müharibələrin gedişində Ruslarla Osmanlılar da əzəli düşmənlər mübarizə aparırlar. 1806-12-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsi zamanı abituriyentlərin bir çoxunun qarışdıraraq Rus-Qacar müharibəsinə aid etdiyi Cümrü adlı döyüş Ruslarla Osmanlılar arasında baş verir. Osmanlılar məğlub olur və Ruslar qələbə qazanır 1807-ci ildə və 1812-ci ildə Buxarest adlı sülh imzalanır Ruslarla Osmanlılar arasında. Bu sülhün şərtinə əsasən Ruslar, Osmanlılar Cənubi Qafqazdakı Rus işğallarını tanıyırlar. Düzdür, bu müqavilənin ümumdünya tarixi ilə bağlı olan hissəsi də var, hansı ki bu başqa maddələr də var. Ancaq Azərbaycan tarixi ilə əlaqəli bir maddəsi ondan ibarətdir ki, Osmanlı dövləti Cənubi Qafqazdakı Rus işğallarını tanımağa məcbur olur. Biz birinci növbəli göy rənglə qeyd eləyəcəyik həmin hissələri. Birinci növbəli qeyd eləyək ki, burada Gümrü döyüşü Rus-Qacarlar müharibəsi ilə adiyyatı yoxdur. Sadəcə müharibə dövründə baş vermiş hadisədir. Yenə bir hadisə qeyd edirik. 1810-cu ildə Cilcilçay döyüşü Rus-Qacar müharibəsi ilə adiyyatı yoxdur. Müharibə dövründə baş vermiş hadisədir və 1806-cı ildə 6-cı ilin oktyabr ayının sonunda Şəkini işğal edərkən Ruslarla Şəki arasında baş vermiş döyüşün Rus-Qacar müharibəsi ilə adiyyatı yoxdur. Bu üç hadisə Şəkidəki döyüş, Quba yaxınlığındakı döyüş və 1807-ci il Gümrü döyüşü Rus-Qacar müharibəsi dövrünə düşsə də müharibə ilə adiyyatı uzaqdan yaxından olmamış
olur. Və 1814-cü ildə Tehran müqaviləsi imzalanır. Tehran müqaviləsi İngiltərə və Qacarlar arasında imzalanır. Bu müqavilənin maddələrində deyilirdi ki, ingilislər Qacarlara söz verirdilər ki, biz Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasını təmin edəcəyik. Yenə 1801-ci il müqaviləsində olduğu kimi sizə hərbi maliyyə yardımı, silah hərbi gəmilər dəstəyi göndərməyi öz öhdəliyimizə götürürük. Həmçinin Qacarlar da ingilislərə söz verirdilər ki, İngiltərənin 19-cu əsrdə şərq bölgəsində əsas müstəmləkəsi Hindistan bölgəsi idi. İngilislərə Qacarlar söz verirdilər ki, Hindistan sərhədlərinin təhlükəsizliyini biz təmin edəcəyik. Rusiya ilə Qacarlar arasında birinci müharibə başa çatdıqdan sonra Rusiya 1817-ci ildə Aleksandr Germalov adlı şəxsi Qacar sarayına göndərir ki, nümayəndə heyətini göndərir ki, Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılsın, güya dostluq və tərəfdaşlıq müqaviləsi imzalansın iki tərəf arasında və bəzi torpaqların güzəştə gedilməsi, Qacarlar dövləti ilə münasibətləri yaxşılaşdırılması Rusiyanın marağındadır kimi demək diplomatik nümayəndəyə tapşırıqlar verilir. Lakin Aleksandr Germalov gəlir, Qacar sarayında çox pis qarşılanır və görür ki, Qacarlar elə yeni müharibə hazırlığındadılar, intiqam arzusundadılar. Buna görə də Aleksandr Germalov İrandan geri qayıdır, tərk edir Qacar sarayını. 1823-cü ildə isə ingilislər Osmanlı dövlətinin vasitəçiliyi ilə, ingilislərin vasitəçiliyi ilə Osmanlı və Qacarlar arasında Rusiyaya qarşı əməkdaşlıq müqaviləsi imzalanmış olur. Həmin əməkdaşlıq müqaviləsindən də belə desək Qacarlar bir növ ruhlanırlar və Rusiya ilə müharibənin sərhəddinə gəlinib çatılır. 1826-cı ildə isə ruslar yeni nümayəndə heyəti göndərirlər Qacar sarayına ki, güya münasibətlər yaxşılaşsın. Hətta Rus nümayəndə heyəti deyir ki, Qarabağ və Lənkəran xanlıqlarının bir hissəsini Qacarlara güzəştə getməyə hazırıq, amma Qacar heyəti davamlı olaraq bildirirlər ki, biz Şimali Azərbaycandakı torpaqların hamısını istəyirik və Qacar tərəfi, Qacarlar dövləti belə bir öz-özlərinə düşünürlər ki, Şimali Qafqazda gedən dağlıların mübarizəsi, Rusiyaya qarşı mübarizəsi, həmçinin Rusiyada da bu zaman 1825-ci ildə baş vermiş dekabristlər üsyanı məsələləri nisbətən sadələşdirir Qacarlar üçün. Qacarlar belə fikirləşirlər ki, Rusiyanın başı dağlıların mübarizəsinə və dekabristlər üsyanına qarışıbdır. Ona görə də biz Rusiya dərhal müharibə elan edə bilərik və Abbas Mirzənin başçılığı ilə 1826-cı ilin yenə iyul ayında Abbas Mirzənin başçılığı ilə bəzi keçmiş xanların, xan övladları demək qoşunları birləşirlər və Şimali Azərbaycanda Rus qoşunlarına Qarabağa doğru istiqamətə keçirlər, yürüşə keçirlər və Şimali Azərbaycanda öz hakimiyyətlərini bərpa etmək istəyən xanlar Abbas Mirzəyə dəstək verirlər. Bu zaman İrəvanlı Həsən xan Pənbək və Şörəyeli Abbas Mirzə ilə bir yerdə azad edir. 48 gün Şuşa qalasını mühasirədə saxlamış Abbas Mirzə, əslində bu səhv bir addımdır, çünki ala bilmir, yubanır və 48 gün müddətində də Rus qoşunlarının təbii ki, yeni qüvvələri Azərbaycan ərazisinə, Şimali Azərbaycan ərazisinə doğru hərəkətdə xeyli vaxt itirir Abbas Mirzə. Və İvan Paskeviç müharibənin gedişində 1826-cı ildə Qafqazda Rus qoşunlarına komandan təyin edilir. Abbas Mirzə ilə birlikdə burada gəlmişlər kimlərdir? Gəncə xanı Cavad xanın oğlu Uğurlu, Bakılı Hüseynqulu xan, Şamaxılı Mustafa xan, Lənkəranlı Mirhəsən xan və Şəkili Səlim xan. Bunların hamısı birləşiblər ki, güya hamısı gedəcəklər öz ərazilərini geri qaytaracaqlar. Gəncədə Uğurlu xan hətta üsyan qaldırır, Şəmşəddil bölgəsini demək olar ki, azad elgir, Rus qoşunlarını Gəncədən qovur 1826-cı ildə. Bakılı Hüseynqulu xanın Bakıya olmuş yürüşləri, yəni Bakı ərazisinə davamlı olaraq həmlələri uğursuz alınır. Ondan sonra Şamaxılı Mustafa xan öz hakimiyyətini bərpa eləyə bilir. Lənkəranda Mirhəsən xan öz hakimiyyətini bərpa eləyir. Şəkili Səlim xan öz hakimiyyətini bərpa etməyi bacarır. Bircə dənə Şuşada, Şuşa bölgəsində, Quba bölgəsində və Bakı bölgəsində demək olar ki, xan hakimiyyəti bərpa olunmur. Yəni Qarabağda, Qubada və Bakıda xan hakimiyyəti bərpa edilə bilinmir. 1826-cı ildə Şəmkir döyüşü baş verir. 2-ci Rus-Qacar müharibəsinin gedişində Ruslar qələbə qazanırlar. 1826-cı ildə isə çox əhəmiyyətli bir döyüş olan Gəncə döyüşü baş verir. Gəncə döyüşündə Abbas Mirzənin
başçılıq etdiyi şah qoşunlarının əsas hissəsi xəyanət nəticəsində, yəni şah qoşunlarının tərkibindən bəzi əsgər heyətləri Rus tərəfə keçir. Həmin xəyanət nəticəsində, həmçinin bu döyüşün həlledici əhəmiyyət daşıması baxımından Rus qoşunları qələbə qazanır və Şuşanın mühasirəsindən əl çəkən Abbas Mirzə Araz çayının sağ sahilinə keçmiş olur. Həmçinin döyüşün nəticəsində şah qoşunları Rusların işğal etdiyi bütün ərazilərdən məcburən geri çəkilmiş olurlar və bir növ qələbə qazanırlar. 1827-ci ildə isə Naxçıvan ərazisi döyüşsüz olaraq Ruslara təslim olur. Həmçinin 1827-ci ildə baş vermiş Cavanbulaq və Sərdarabad döyüşlərində də Rus qoşunları Qacarları məğlub eləyir. Hətta Cavanbulaq döyüşündə Abbasabad qalası Naxçıvan yaxınlığındakı Sərdarabad qalası Sərdarabad döyüşünün nəticəsində ələ keçirilir və 1827-ci ilin 1 oktyabr tarixində İrəvan xanlığı ələ keçirilir. İvan Paskevits Ervanski titulu ilə çar tərəfindən demək mükafatlandırılır. Həm Ervanski, həm qraf titulu verilir İvan Paskevitsə. Ruslar baxırlar ki, Şimali Azərbaycan bölgələrini tamamilə tutdular, əl çəkdilər və Ruslar keçirlər, deyirlər ki, Qacarlar müharibədən əl çəkmir. Ruslar keçirlər Azərbaycanın cənubunda Xoyu, ondan sonra Makunu, daha doğrusu, ondan sonra Xoy bölgəsini, ondan sonra Mərənd bölgəsini, Mərənd Təbrizin şimalında yerləşir. Ondan sonra Təbriz xanlığını ələ keçirmiş olurlar 1827-ci ilin oktyabr ayının sonlarında. Hələ də Qacarlar müharibədən əl çəkmir və Təbrizdə müvəqqəti idarə yaradırlar. Biz xəritə üzərindən mən sizə göstərim ki, hansı bölgələrdir ki, oralarda müvəqqəti idarə quruluşları yaradılıbdır. 15 nömrəli ərazidə, Şəkidə 5 nömrəli ərazidə və bir də Qubada əyalət şurası yaradılıbdır. 2, 5 və 15 nömrəli ərazilərdə Rus işğalından dərhal sonra Rus meyilli bəylərdən ibarət ya müvəqqəti idarə, Qubada isə əyalət şurası yaradılmış olur. Ruslar 1828-ci ilin 28 yanvar tarixində Urmiya xanlığının ərazisini işğal edirlər. 1828-28 yanvar tarixində. Daha sonra 1828-ci il 8 fevral tarixində Ərdəbil xanlığının ərazisini işğal edirlər və bu bütün hadisələrdən sonra Qacarlar artıq məğlubiyyəti bir daha dərk edir və 1828-ci ilin 10 fevral tarixində Türkmənçay müqaviləsinin imzalanması barədə razılıq əldə olunur. 16 maddədən ibarət olan Türkmənçay müqaviləsini İran tərəfdən Abbas Mirzə, Rusiya tərəfdən Paskevits imzalayır və bütün şimal xanlıqları Rusiyaya ilhaq edilir. Həmçinin Xəzərdə hərbi donanma saxlamaq hüququ Rusiyaya verilir. Türkmənçay müqaviləsində Gülüstan müqaviləsindən fərqli olaraq Xəzər dənizi Rusiyanın daxili dənizinə çevrilir. 15-ci maddədə deyilir ki, ermənilərin Qacarlar dövləti ərazisindən Şimali Azərbaycana axınına təminat verilir. Ermənilər Şimali Azərbaycana, Cənubi Qafqazın digər bölgələrinə köçürülməyə başlanılır. Həmçinin Qacarlar dövləti Gülüstan müqaviləsindən fərqli olaraq Rusiya 20 milyon rubl məbləğində təzminat ödəməlidir. Təbii ki, bu təzminatın ödənilib bitməsinə qədər Rus qoşunları Cənubi Azərbaycanda tutduğu bölgələrdə qalmalıdırlar. Həmçinin Qacarlar dövlətinin istədiyi şəhərində Ruslar diplomatik nümayəndəliklər, ticarət konsulluqları aça bilərlər, qarşılıqlı ticarət edə bilərlər. 1828-ci ilin 21 fevral tarixində isə Naxçıvan və İrəvan xanlıqları ləğv edilir. Naxçıvan və İrəvan xanlıqları ləğv edilir və ərazilərində erməni vilayəti yaradılır. Eyni zamanda 1828-29-cu illərdə Ruslarla Osmanlı arasında gedən müharibə 1829-cu il Ədirnə müqaviləsi ilə başa çatır və Ədirnə müqaviləsinin Cənubi Qafqazla bağlı olan müddəalarında deyilir ki, Osmanlı dövləti ərazisində yaşayan 90 minə yaxın erməni və həmçinin Kürd tayfaları Osmanlı dövləti ərazisindən Cənubi Qafqaza köçürülməlidir. Həmçinin Axalsıq başalığının bir hissəsini Osmanlılar Ruslara güzəştə gedirlər və Ədirnə müqaviləsində Rusların Cənubi Qafqazda etdiyi bütün işğalları Osmanlılar məcburən tanımalı olurlar. Biz xanlıqlar dövrünü bitirərkən xüsusilə deməliyik ki, xanlıqlar işğal edilib ləğv edildikdən sonra əyalətə çevrilirlər. Həmin əyalətlərə komendantlar hakim olaraq təyin edilir. Rusiyaya qarşı silahlı müqavimət göstərmiş xanlıqlar Gəncə, Bakı, Dərbənddir ki, bu xanlıqlar ləğv edilən kimi, işğal edilən kimi ləğv edilirlər və əyalətə çevrilirlər. Əyalət başçıları da olur komendantlar. Rusiya tərəfindən silahlı müqavimət göstərmədiyinə görə, iki tərəfli Rusiya ilə müqavilələr bağladığına görə müəyyən müddət daxili müstəqilliyi saxlanılan, ləğv olunmayan xanlıqlar
qazalananlar isə Qarabağdır, Şəkidir və Şamaxıdır. Məlumdur ki, Qarabağ və Şəki Kürəkçay müqaviləsini imzalamışdılar. Şamaxı xanlığı isə Rusiya ilə Kürəkçaya bənzər bir müqavilə imzalamışdı. Və ilhaq etmək demək, işğal etmək demək deyil. İlhaq etmək birləşdirmək deməkdir. Xanlığı birləşdirmək, ilhaq etmək hansı ki, hər hansı bir müqavilənin şərtinə uyğun olaraq həyata keçirilmişdir. Və biz xəritə üzərindən xanlıqların bəzilərinin ləğv və işğal tarixlərini yazaq ki, onları da xüsusilə öyrənmiş olaq. Demək, biz xəritənin üzərini təmizləyərək burada xüsusilə göstərək ki, hansı xanlığımız nə vaxt işğal olunub, əsasən şimal xanlıqlarından söhbət gedir burada, nə vaxt ləğv olunubdur və qələmi seçək inşallah, seçdik. Demək, ilk öncə danışaq bir nömrəli xanlıqdan. Bir nömrəli xanlıq Dərbənd xanlığıdır. Birinci olaraq yazacağım rəqəm onun işğal tarixidir. İkinci olaraq yazacağım rəqəm onun ləğv tarixidir. 1806-cı ildə işğal olunub, 6-cı ildə də ləğv olunub. Gəncə xanlığı 6 nömrəli xanlıq 1804-cü ildə işğal olunub, 1804-cü ildə də ləğv olunubdur xanlıq. Quba xanlığı 1806-cı ildə işğal olunub, 1810-cu ildə ləğv olunub. Şamaxı xanlığı 1805-ci ildə işğal olunub, 1820-ci ildə ləğv olunub. Qarabağ xanlığı 1805-ci ildə işğal, 1822-ci ildə ləğv. Naxçıvan və İrəvan xanlıqları 1827-ci ildə işğal edilib, 1828-ci ildə ləğv olunub. Bakı xanlığı elə Dərbənd xanlığı kimi 1806-da işğal olunub, 6-da ləğv olunub. Şəki xanlığı 1805-ci ildə işğal olunub, 1819-cu ildə ləğv olunub. Lənkəran xanlığı 1813-cü ildə işğal olunub, 26-cı ildə isə ləğv edilib. Belə, xanlıqlar bölməsinin Azərbaycan-Rusiya tərəfindən işğalının 1-ci və 2-ci Rusiya Qacarlar müharibəsi mövzusunun izahı da bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək.